Salam dostlar, biz bu günləri HTML-də 5-ci dərsimiz olan link biçimləndirməyi öyrənəcəyik. Bu link biçimləndirmə bizə nə üçün işə yarayır? Belə ki, biz link biçimləndirmə vasitəsilə öz kodlarımız, öz linkimizin altında olan xətti ləğv etmiş olacaq. Həmçinin də linkimizin arxa fonunun rəngini dəyişməyə, həmçinin linkin öz rəngini dəyişməyə, həm də linkimizin yeni bir səhifədə açılmasını öyrənmiş olacaq. Bunun üçün İlk əvvəl yenə də Notepad++ proqramını açıram və proqramı açdıqdan sonra öz linkimi bura əlavə etməm gərəkdir ki, hansı həmin link vasitəsilə mən bugünkü dərsi sizə göstərmiş olacağam. Bir paragraf tuturam. Deyək ki, buraya yazıram google.com-a. Buradan sözünü mən buraya yazmaq istəyirəm. Google.com-a buradan daxil ola bilərsiniz. Buradan daxil sözünü və linkin içərisində yazmamızı istəyirəm. Bunun üçün A dirəktirəm bərabərdir. Bunun şərtlər içərisində http www.google.com yazdıqdan sonra linkimizin bağlanı çəkir. Buradan daxil ola bilərsinizsə linkimizin kənarına yazmamız gərəkdir. Buradan daxil ola bilərsiniz. Yəni kodlarımızın işlədiyini əmin olmaq üçün disket vasitəsilə kodlarımızı yaddaşa verirəm. Buranın bir məsələn launcher foruma daxil oluram. Gördüyünüz kimi burada google.com-un buradan daxil ola bilərsiniz bölməsi yazılmışdır. Paragraflarla olmuşdur. Burada daxil ola bilərsiniz sözü. Gördüyünüz kimi bir linkdir. Hansı mən bu linki sıxmaqla google.com-a getmiş olduq. Belə ki, hansı ki mən burada onun google.com-a getməsini istəmişdim. Və mən istəyirəm ki, səhifəmiz gördüyünüz kimi burada daxil ola bilərsiniz sözünü sıxdıqda google.com-un yeni bir səhifədədir. Həmin səhifənin daxilində açın. Mən bunu istəyirəm ki, yeni bir səhifədə açsın. Bunu müəyyən yazılacaq. Onu sizə göstərəcəm. Burada google.com-u bağladıqdan sonra isə target bölməsini əlavə edirik. Target bərabərdir. Buna şərtlər əsasında altına atar. Blank sözü buraya yazırıq. Blankı buraya əlavə etməklə bizim google.com-un yeni bir səhifədə açması gərəkdir. Biraz öncə daxil olduqdan sonra burada sıralama.html-də bir refresh veririk. Gördüyünüz kimi refresh verdikdən sonra isə daxil ola bilərsiniz sözün üstünə sıxdıqdan sonra əvvəlki sıralama.html qalır, lakin google.com-un yeni bir səhifədə açılmış olur. İndi isə mən istəyirəm ki, bizim linkimizin altında olan xətt ləğv olsun, onun görülməsi, onu necə müəyyən edilir. Bunun üçün yenə də start təqrarı arasına A link bölməsini qeydedirik. Link bölməsini A link bölməsini qeyddən sonra nağlı metodda içərisində text decoration nam deyirəm. Nam deməklə bizim linkimizin altında çəkilmiş olan xətt ləğv olmuş olacaqdır. Yenə də disket vasitəsilə kodlarımızı yaddaşa verirəm. Browserimə daxil oluram. Buranı bağlayırıq. Sınama.html yeniləyirəm. Və gördüyünüz kimi daxil ola bilərsiniz sözün altından. Bizim xəttin getmiş olduğunu görmüş olduq. İndi isə istəyirəm ki, linkin üzərinə gəldikdə linkimizin arxa fonu rəngi qırmızı, öz rəngi isə ağ rəngdə olsun. Bu necə müəyyən edilir? Bunu isə A-hover vasitəsilə müəyyən edilir. A-hover deyirəm. Və yenə də qurulu metod dəyişənini açıb bağlayıram və burada yenə də text decoration nam deyirəm. Və onun arxa fonunun rəngini demək istəyirəm. Qırmızı olsun. Background xalı vasitəsilə edirəm. Xalı arxa fonun rəngi olsun, qırmızı deyil. Və öz rəngimizin xaləsində ağ olmasını istəyirəm. White deyildikdən sonra disket vasitəsilə kodlarımızı yaddaşa vermiş oluruq. Yenə də refresh verməmişlərimi sizə göstərmək istəyirəm ki, linkimizin üzərində gəldik. Gördüyünüz kimi linkin arxa fonda və yaxud da öz rəngində hər hansı bir dəyişiklik olmadı. Lakin burada refresh verdikdən sonra onun rəngində və arxa fonun rəngində üzərinə gəldikdə dəyişiklik olması gərəkdir. Belə ki, gördüyünüz kimi onun üzərinə gəldikdə arxa fonunun rəngi qırmızı, öz rəngi isə ağ rəngdə olur.
və altında heç bir fərq olmur. Deyək ki, mən istəyirəm ki, linkin üzərinə gəlib tam mouse'un sol düyməsini sıxan zaman onun deyək ki, arxa fonunun rəngi olsun qara, öz rənginin isə olsun qırmızı və altından bir xətt olmasını istəyirəm. Bu necə müəyyən edilir? Yəni buna A qoşu nöqtə aktiv sözünü yazıram. Aktiv yazdıqdan sonra isə nöqtəli quyruqlu mötərizəmizi açıb bağlayıram. Text declaration underline deyirəm, hansı altını xatırlamasını istəyirəm və onun arxa fonun rəngini background color arxa fonun rəngi olsun qara, öz rəngini isə qırmızı olmasını istəyirəm. Dedikdən sonra onun nöqtələ vericini qoymaq üzrə kodlarımızı bağlamış oldum. Mən yenə də yazdığım kodları diskət vasitəsilə yaddaşa verirəm və browserimizə daxil olub sınama nöqtə yeniləməyəcəm. Gördüyünüz kimi linkin üzərinə gəldi. Onun arxa fonun rəngi qırmızı və öz rəngim isə ağdır. Lakin mən istəyirəm ki, indi isə bura diqqət yetirin. İşqana tam sıxdığım an onun arxa fonunun rəngi qara, öz rənginin qırmızı, altından isə bir xəttin olması gərəkdir. Gördüyünüz kimi mən burada işqanı sıxıb saxlayıram. Arxa fonun rəngi oldu qırmızı, öz rəngi üzr istəyirəm, arxa fonun rəngi oldu qara, öz rəngi qırmızı, altında xətt olduğunu görürəm. Və burada linkimizin də yeni bir səhifədə açılmış olduğunu görmüş olduq. İndi isə mən bura əgər linkimizə daxil olunubsa, onun rənginin arxa fonunun özünün altında xəttin olmasını istəyirəm. Bu necə müəyyən edilir? Bunu belə ki, A vizited vasitəsilə göstərilir. Vizited yəni baş çəkimimizi yaratdığımız anlamına verir. A vizited deyirəm və yenə də quyruqlu mötərizəmizi açıb bağlayım. Text declaration. Deyək ki, mən istəyirəm, əgər baş çəkimsə onun üzərindən linkin aşağısını deyil, üstündən xətt etsəm, bu necə müəyyən? Bunu overline ilə yazırıq. Overline nöqtəli vericimizi bağlayırıq. Arxa fonun rəngi arxa fonun rəngi də olsun, yalnız sarı rəng olsun, əgər o baş çəkirsən. Yalnız öz rənginin isə qırmızı olmasını istəyirəm. Gördüyünüz kimi kodlarımızı yazdıqdan sonra yenə də diskət vasitəsilə yaddaşa verirəm. Browserimizə daxil olub sınama nöqtəsi ilə yaddaşa verirəm. Gördüyünüz kimi burada linkimizin rənginin qırmızı olduğunu və arxa fonunun isə sarı rəngdə olduğunu görmüş oluruq. Bu nə üçün belə oldu? Belə ki, biz bu linkə əvvəlcədən daxil olduğumuz üçün onun rənginin dəyişmiş olduğunu görmüş oluruq. Belə ki, bugünkü kodlarımızı bir daha sizin nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, burada A link vasitəsilə biz linkimizin ümumi görünüşünü dəyişmiş oldu. Belə ki, linkimizin istəyir altına xətt çəkilməsini yazmış oldu. Text declaration vasitəsilə A hover vasitəsilə, yəni linkimizin tam üzərinə gəldiyimiz an onun altına xətt çəkilməməsini istədik və arxa fonun rənginin qırmızı, öz rənginin isə ağ rəngdə olmasını müəyyən etdik. A aktiv isə tam olaraq linkin üzərinə gəlib mişqamızın sol düyməsini sıxan zaman onun arxa fonunun rənginin həmçinin altında olan xəttin bitməsini və öz rənginin dəyişməsini müəyyən etmiş olduq. A vizited isə bizdə səhifələrimizə əlavə etdiyimiz linklərə əgər bir dəfə ziyarət edilibsə, onun rənginin nə rəngdə olmasını müəyyən etmiş olduq. Text declaration, background color və color vasitəsilə. Gördüyünüz bugünkü dərsimiz də bununla da yekunlaşdı. Növbəti dərsdə görüşərik. Sağ olun.